Axşamınız. Mümkün olarsa, aça bilənlər varsa, görüntünü açsalar daha yaxşı olar. Təlim daha yaxşı keçər. İlk öncə mən özümü təqdim edim sizə. Mən Əhməd Nadir, Akademon Təlim və Tədris Mərkəzinin direktoruyam, təsisçisiyəm. Mərkəzimiz haqqında mənim yəqin ki, aranızda tanıyanlar da var, tanımayanlar da var. Mən özüm insan resursları sahəsində şöbə müdiri olaraq çalışıram və mərkəz olaraq da biz insan resursları, mühasibatlıq, SMM, ofis proqramları, biliyiz, bu kimi sahələrdə peşəkar təlimlər tədris edirik və mühasibatlıq və gücüdür insan resursları sahəsində konsalting xidmətləri göstəririk. Bugünkü təlimimizdə, master klassımızda daha doğrusu bizim təlimçimiz Vüsal bəy. Vüsal bəy 12 ildən yuxarıdır ki, miqrasiya sahəsində məsul vəzifələrdə çalışır. Bu sahədə artıq peşəkarlaşmış, öz sözünü demiş, təcrübəli bir mütəxəssisimizdir. Vüsal bəy bugünkü master klası o tədris edəcək sizə. Təcrübəsində qarşılaşdığı, istər qanunvericilikdən, istər öz təcrübəsindən qarşılaşdığı, bildiyi bu mövzu haqqında bilikləri sizlə paylaşacaq. Mənlə bağlı, təlimlə bağlı mənə kiminsə sualı yoxdursa, mən Vüsal bəyə söz verim. Master klassımıza başlasın. Axşamınız xeyir, hər vaxtınız xeyir olsun. Mən Vüsal Əmirli, bugün sizə əcnəbi işçilərlə əmək münasibətləri qanunvericilikdən praktikaya dair master klass keçirəcəm, tədris edəcəm. Deməli, bu ilk baxışdan sadə görünsə də əslində bir o qədər də qəliz mövzudur. Çünki hal-hazırda bir çox özəl şirkətlərdə bununla bağlı müəyyən problemlər var, tələb var. Bununla bağlı da tədris edəcəm. Hansı ki, qanunvericilikdə necədir və o praktikaya nə cür köçürülməlidir. Çünki bunun son nəticəsində inzibati məsuliyyət məsələləri var, hansı ki, şirkətə müəyyən, belə deyim, inzibati məsuliyyəti cəlb olunmalar ola bilər, cərimələnmələr ola bilər və əcnəbini hansı qaydada işlətmək, hansı qaydada əmək fəaliyyətinə cəlb etmək lazımdır, onları sizə tədris edəcəm. Şablondan qırağa çıxaraq mən bu təlimi əslində nisbətən sual-cavab formasında tədris etmək istəyirdim ki, bu da sizin üçün daha yadda qalan səciyyə daşısın. Deməli, cavab verərdiniz zəhmət olsun. Miqrasiya dedikdə nə başa düşürsünüz? Yəni, burada nələr daxildir, nəyi deyə bilərsiniz bununla bağlı? Miqrasiya, yəni dedikdə təcrübəmdə olub deyənə, yəni kiçik bir vurğuluyum mən. Deməli, bizdə xarici vətəndaşlar var idi. Onların iş icazəsinin alınması idi. Yəni, biz gedirdik, növbə götürürdük. Orada əməkdaşın, belə deyək də, sənədləri verilirdi mənə və mən də gedirdim, orada saatlarla qalırdım. Növbəm çatırdı, çatmırdı, növbəti günə yenə gedirdim. Yəni, o formada icazənin alınması üçün müraciət edirdim. Ümumiyyətlə, çox gözəl. Ümumiyyətlə, miqrasiya sözü latın mənşəli olubdur, köçmək mənasını verir. Yəni, bir yerdən başqa bir yerə köçməyi ifadə edir. Bu, daxili miqrasiya da ola bilər, xarici miqrasiya da ola bilər. Miqrasiyanın səbəblərini necə izah edə bilərsiniz? Nə üçün insanlar miqrasiyanı köçür? Məncə işlə bağlı ola bilər. Hər hansı bir başqa bir ölkəyə yaşayış yerini dəyişmək də ola bilər. Sonra? Deməli, iş tapmaq, yəni iqtisadi səbəblər, deməli, Şahin bəyin bildirdiyi kimi, bura təhsil almaq və yaxud da ki, siyasi, dini, sosial və digər təqiblərdən qaçmaq, burada 5 amildir. Gələcəkdə əgər geniş tərkibli təlimimiz olarsa, bunlar sizə izah olunacaq. Müharibə və ya təbii fəlakətlərdən sığınmaq və daha yaxşı həyat şəraiti axtarmaq. Bunlar miqrasiyanın ən öncü səbəblərindən biridir. Siyasət ola bilər, müharibə ola bilər, siyasət ola bilər. Bəli, yəni burada da qeyd etdiyimiz kimi. Sizə görə əcnəbi kimdir? Xarici ölkə vətəndaşı nə deməkdir?
Yəni Əznəbi, qeyri-ölkə vətən. Yəni Aha. Azərbaycan belə deyək də vətəndaşı olmayan, Azərbaycan qanunlarına tabe olmayan, yəni tabe olmayan deyəndə, yəni onun haqqı var ki, tabe olmasın. Yəni belə deyək də o xarici bir vətəndaş sayılır. Tamam. Ölkədən kənarda yaşayıb da Azərbaycan yenə dediyim kimi vətəndaşlığı olmayanlar mən nəzərimdə bu formada tuturam ki, Bəli, yəni bəli. o yalnız xarici Deməli, vətəndaşlar. əcnəbi, bəli, tamamilə haqlısınız. Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. Bəzi hallarda biz yaxın qohumlardan, ətrafımızdan öyrənirik ki, şəxsin həm Azərbaycan vətəndaşı var, həm də məsələn Rusiya Federasiyasının vətəndaşıdır. Bu halda həmin adam əcnəbi sayılırmı? Əlbəttə ki, sayılmır. Burada ilkin şərt Azərbaycan Respublikasının vətəndaşı olmamaqdır. Eyni zamanda, əgər ikili vətəndaşlığı varsa, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanununa əsasən şəxsin digər ölkə vətəndaşlığı tanınmır. Bu nə deməkdir? Əgər həmin şəxs Azərbaycan Respublikasına miqrasiya qanunvericiliyini pozarsa, həmin adama cəlb etməliyikmi? Xeyr, biz onu Rusiya vətəndaşı hesab etmirik. O bizim Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlığı olmayan şəxs isə heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilmir. Yəni, nə bizim vətəndaşdır, nə də digər ölkənin vətəndaşıdır. Burada iki məsələ var, mən sizə qeyd edeyim. Bir var, ümumiyyətlə, bu adamın heç vətəndaşlığı məlum deyil. Yəni, hər hansı bir sənədi yoxdur, sənədsiz şəxsdir. Bir də var, bu adam status kimi düşünün, vətəndaşlığı olmayan şəxsdir. Yəni, məsələn, Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslər var. Bunlarda vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələri mövcuddur, beləcə kimlik kartları mövcuddur. Yəni, bu onların ölkə arasından getmək və gəlmək üçün əsas sənədlərdən hesab olunur. Bir də var, heç bir sənədi olmur. Məsələn, tutaq ki, 90-cı, 80-ci illərdən Azərbaycana gəlibdir. Məsələn, Gürcüstanda anadan olub, Azərbaycana gəlibdir. O vaxtdan bu adam sənədsizdir. Bunun nə Gürcüstan vətəndaşlığı var, nə ümumiyyətlə heç bir sənədi də yoxdur. Ümumiyyətlə, ölkədə, dünyada 10 milyondan çox vətəndaşlığı olmayan şəxs var. Əmək miqrasiyası. Əmək miqrasiyası dedikdə, fiziki şəxsin haqqı ödənilən əmək fəaliyyətilə. Bunu diqqətlə baxın, yəni haqqı ödənilən əmək fəaliyyəti. Burada görünür ki, hər hansısa bir pul qarşılığında, mənfəət qarşılığında əmək fəaliyyəti ilə məşğul olunur. Və qanuni əsaslarla bir ölkədən başqa bir ölkəyə miqrasiya etməklə yaşayış yerini dəyişir. Gəlir bir ölkədən digər ölkəyə, məsələn, Rusiya, Gürcüstandan Azərbaycana gəlir. Burada buyurun. Bir dənə üzrlü hesab edin. Siz ekran görüntüsünü paylaşmamısınız? Yəqin ki, slaytdan danışırsınız bunu təqdimatda. Hə, düzdür, haqlısınız. Görünürmü? Bəli. Aha, çox üzrlü sayasınız. İstəsəniz geridən verərəm, istəsəniz qarşıya. Deməli, əməkçi miqrant. Deməli, ümumi bu miqrantın digər ölkədən başqa bir ölkəyə miqrasiya etməklə, köçməklə yaşayış yerini dəyişməsidir və əlbəttə ki, qanuni əsaslarla. Burada qanuni əsas deyəndə müvafiq icazə almalıdır və ölkədə yaşayış yerini dəyişməklə işlənməklə bağlı, yəni müraciət etməlidir. Əməkçi miqrant da bu prosesdə yer alan subyekt nəzərdə tutulur, yəni həmin o fiziki şəxsdir. Deməli, əcnəbilərlə, yəni bu təlim əməkçi miqrantlarla bağlı olduğu üçün biz xüsusilə buna fikrimizi yönəldəcəyik, yəni digər məsələləri gələcək təlimlərimizdə tədris edəcəyik. Deməli, əməkçilərlə bağlı ilkin prosedurlar nələrdir? İlk əvvəl, hər hansısa bir əcnəbi Azərbaycana gələcəksə, xüsusilə HR-lar öz şirkətləri üçün, hər hansısa bir layihə üçün əcnəbi dəvət eləyəcəklərsə, onun üçün viza ilə bağlı Xariclər Nazirliyinə başvuru eləməlidir. Viza əcnəbi və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhəddini buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən sənəddir.
Mən sizə nümunələr də göstərəcəm. Vizada müəyyən müddət olur ki, plan tarixdən plan tarixə qədər o etibarlıdır. Etibarlı olmaqla yanaşı, ölkədə həmin o etibarlı olan müddətdə nə qədər qala biləcəyini də göstərir. Baxın, bir bu viza, bir də bu viza. Bu vizalar tamamilə fərqlənir. Birinci qeyd olunan viza elektron şəkildə asan vizadır. Asan vizaya çıxışı olan ölkələr həmin asan vizanın saytına, rəsmi veb səhifəsinə daxil olmaqla elektron viza əldə edə bilərlər. Digəri isə, yandakı sağdakı viza isə deməli, səfirliklərə müraciət edərək yerindəcə alınan vizalardır. Bəzən olur ki, bunların heç biri olmadan elektron viza təqdim olunur. Tutaq ki, şəxsin vizası, viza müddəti bitib və yaxud da ki, məlumatı olmadan vizasız ölkəyə daxil olubdur və ölkədə Xarici İşlər Nazirliyinin nümayəndəsi olur. Hava limanlarında müraciət edərək 3 saat ərzində təcili viza ilə təmin olunurlar. Baxın, diqqət edin, deməli. Sağdakı vizaya baxsanız, etibarlı, hansı tarixdən hansı tarixə qədər etibarlıdır? 23 oktyabr 2016-dan 22 noyabr 2016-cı ilə qədər. Bəzən olur ki, etibarlıq müddətləri 1 ildir. O demək deyil ki, o 1 il ölkədə qala bilər. Aşağıda qalma müddəti 30 gün. Yəni, 1 il ərzində hər girişdə 30 gün qalına bilər. Əgər burada kateqoriya ordinari nə deməkdir? Adi kateqoriya single, giriş sayı single. Əgər giriş sayı multi olsa, hər girişdə 30 gün qala bilər. Ancaq giriş sayı singledırsa, bu 1 il etibarlı olmağına baxmayaraq ölkə arasında 30 gün qala bilər. Əznəbini ölkəyə gəldi. İlk prosedur əznəbinin olduğu yer üzrə qeydiyyata alınmasıdır. Tələblərə görə, Miqrasiya Məcəlləsinin tələbinə görə əznəbi ölkəyə gəldi. Əgər 15 gündən artıq ölkə arasında qalacaqsa, o qeydiyyata alınmalıdır. Qeydiyyata alınması da tövsiyə olunur, çünki adi 10-cu gündə gəlsə belə düzdür, onun hüququdur qeydiyyata alınmasın. Lakin bəzi force major hallar olur ki, ola bilər reis gecikər, ola bilər xəstə olar və yaxud da ki, nəsə problem olar, bu 15 günü keçə bilər. Bu o zaman deməli, inzibati məsuliyyətə cəlb olunur. Bu əznəbini əgər işə, belə deyim, iş üçün dəvət eləmişsə, əlbəttə ki, o olduğu yer üzrə qeydiyyata alınmalıdır. Oteldə yaşayacaqsa, otel tərəfindən qeydiyyata alınmalıdır. Yox, fərdi kirayə ev tutulacaqsa, artıq o kirayə müqaviləsi imzalamaqla həmin ev sahibinin şəxsi vəsiqəsində olmaqla evə qeydiyyata alınmalıdır. Sonra əznəbi və vətəndaşlı olmayan şəxslər qeydiyyata alınırlar. Baxın, iki cür ölkəyə daxil olan əznəbilər var. Biri viza əsasında gəlinir, bir də viza tələb olunmayanlar. Vizada göstərilən qalma müddəti ərzində əvvəldə qeyd etdiyimiz kimi 30 Sağ bəy, buyurun. üzrlü hesab edin, zəhmət olmasa. Burada deyəsən əl qaldıranlar olur. Siz ekranı paylaşanda onu görmürsünüz. Bəli, bəli. Əgər kiminsə sözü varsa, birbaşa səsi açıb desin məncə, çünki siz onları görə bilməyəcəksiniz. Bəli, bəli. Buyurun, deyin kimin? Yəni standart olur viza müddətləri ölkələr üzrə, yoxsa dəyişir? Yox, xeyr. Vizanın kateqoriyasına görə bu dəyişir. Məsələn, əmək vizasında 90 gün şəxs ölkədə qala bilər, işgüzar vizada 180 gün. Bunun turizm vizası var. Hər vizada müxtəlif qalma müddətləri var. Hə, viza məqsədinə görə dəyişir. Bəli, dəyişir. Çox. Siz sağ olun. Digər məsələ isə viza tələb olunmayan qaydada gələnlər. Bu, məsələn, MDB dövlətləri, Rusiya olsun, Qazaxıstan, Türkmənistan, daha doğrusu Türkmənistan bura daxil deyil, vizadır. Gürcüstandır. Bunlar vizasız 90 gün ölkədə qala bilərlər. Sonra... Əznəbi vətəndaşlı olmayan şəxs olduğu yeri dəyişdikdə, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxs oteldə qalıb qeydiyyata almasınız çox gözəl. 5 iş günündən sonra o əgər, daha doğrusu o, tutaq ki, bir oteldən başqa bir otelə getdisə və yaxud da ki, siz bir HR olaraq və yaxud da ki, həmin şəxsi bütün təminatını həyata keçirən bir məsul şəxs olaraq digər bir kirayə evə köçdükdə
mütləq şəkildə 5 iş gün ərzində həmin ünvanı dəyişməli, həmin ünvana qeydiyyata alınmalıdır. Əks təqdirdə yoxlama olan zaman, müvafiq qurumun əməkdaşlar tərəfindən yoxlanma həyata keçirilən zaman şəxsin olduğu yerdə yaşamadığı əsas gətirilərək məsuliyyətə cəlb oluna bilər. Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün hansı növ viza alınmalıdır? İşgüzar səfər vizası. Vizada ölkədə qalma müddəti 180 günədək müəyyən edilir. Əmək vizası qalma müddəti 90 günədək müəyyən edilir. Mən sizə hal-hazırda bir məqam xatırladacağam. Hər iki viza ilə ölkədə gəlib işləmək olar. Burada hər hansı bir problem yoxdur. Yəni, onunla bağlı iş icazəsinə müraciət edə bilərsiniz. Amma ümumən qanunvericiliyə qaldıqda işgüzar səfər vizası, biznes viza, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün, hər hansısa bir hüquqi şəxs yaratmaq üçün və yaxud da ki, filialını yaratmaq üçün nəzərdə tutulub. Əmək vizası isə sırf əmək fəaliyyəti ilə məşğul olması üçün nəzərdə tutulub. Ancaq bu müəyyən güzəştlər olduğu üçün hər iki viza ilə də daxil olub, burada iş icazəsinə müraciət oluna bilər. Əmək fəaliyyəti ilə məşğul olması üçün prosedurlar. Prosedur, deməli, ölkə ərazisinə gəldiniz, 15 gündən sonra 15 gün ərzində qeydiyyata alındınız. Bu vaxtı əlbəttə ki, nəzərdə tutulursa ki, şəxs əcnəbi işə cəlb olunsun, onunla bağlı deməli, Dövlət Miqrasiya Xidmətinə müraciət olunmalıdır. Müraciət olunarkən şəxs iş icazəsi ilə təmin olunur. İş icazəsi də bir növ lisenziyadır. Rusiyada bu patent gedir, bizdə iş icazəsi gedir. Hansı ki, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş blankda təqdim olunan icazədir. Əcnəbilər və vətəndaşlar olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndələri vasitəsilə alırlar. Yəni, bu nə deməkdir? Şəxs özü birbaşa müraciət edə bilməz ki, mən iş icazəsi almalıyam. Şəxsi kim cəlb edəcəksə əmək fəaliyyətinə, həmin şəxs müraciət etməlidir. Həmin şəxs ya özü müraciət etməlidir, rəhbəri, və yaxud da ki, etibarnamə üzrə nümayəndəsi gəlib müvafiq sənədləri təqdim etməlidir. Əcnəbi iş icazəsini aldı. Bu, tamam. Ancaq bu nədir? Bu, ancaq işləmək üçün nəzərdə tutulandır. Yaxşı, bu iş icazəsi aldısa, əlbəttə ki, müvəqqəti yaşamaq üçün də icazə əldə etməlidir. Bu yaşama icazəsi onun ölkə ərazisində qanuni şəkildə yaşamasına əsas verən sənəddir. Yəni, hər iki halda da bu sənədlər alınmalıdır, müraciət də olunur. Bu gördüyünüz müvəqqəti yaşama icazəsinin ön üzüdür. Yaşama icazəsinin nömrəsidir, ad soyadıdır, hansı ölkə vətəndaşlığıdır. Arxa hissəsində təəssüf ki, əlimdə yaşama icazəsinin arxa hissəsi yoxdur. Arxa hissəsində onun hansı əsasla yaşama icazəsi aldığı göstərilir. Əgər əmək fəaliyyətidirsə, arxasına həmin əmək fəaliyyəti göstərilir. Bu iş icazəsidir. Yəni, iş icazəsi yaşama icazələrindən fərqli olaraq vəsiqə şəklində yox, bu tipli Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş blankda təqdim olunur. Yaşamaq icazəsi üçün də miqrasiyaya müraciət etmək lazımdır. Bəli. Yaşama icazəsindən tutmuş, iş icazəsi, vətəndaşlıq mənsubiyyəti, vətəndaşlığa qəbul, bərpa, xitam, bütün bu proseslər ancaq Dövlət Miqrasiya Xidmətinə müraciət etməklə. Bəs həmin vaxt işçi də yanımızda olmalıdır, yoxsa özümüz tək də müraciət edə bilərik? Yox, ehtiyac yoxdur. HR-ın özü və yaxud da ki, hər hansı bir məsul şəxsin özü olması kifayətdir. Çünki etibarnamə təqdim olunursa, əcnəbiyə ehtiyac yoxdur. Yəni, əcnəbinin adına, əcnəbi ümumiyyətlə burada ehtiyac yoxdur. Şəxs özü, hüquqi şəxs və ya sahibkarın özü yaxınlaşır, deyir ki, mən bu əcnəbini özümə işçi kimi götürmək istəyirəm. Hansı sənədlərlə bəs yaxınlaşırıq? Ona gələcəm, narahat ol. Yaxşı, tamam. Deməli, əcnəbi vətəndaşlar olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətlə məşğul olan fiziki şəxslər filial və nümayəndəlikləri vasitəsilə alırlar. Əcnəbilər və vətəndaşlar olmayan şəxslər hüquqi şəxslərin, sahibkarlıq fəaliyyətlə məşğul olan fiziki şəxslər, xarici hüquqi şəxslərin
və nümayəndələrin onlar üçün iş icazəsi alınmasından sonra haqqı ödənilən əmək fəaliyyətlə məşğul ola bilərlər. Yəni bu nə deməkdir? Siz HR-lar heç vaxt birinci onlarla tələsməsin əmək müqaviləsi imzalamağına. Əmək müqaviləsi imzalandısa, əmas sisteminə ötürüldüsə, ancaq onun iş icazəsi yoxdursa, bu artıq kobud pozuntudur və gələcəkdə minimum sizin şirkət 15.000 manat cərimə oluna bilər. Əznəbinin də özü də cərimə oluna bilər. Bir də gördünüz, əznəbi deporta da məruz qala bilər. Ona görə həmişə birinci iş icazəsi alın. Sualınız varsa zəhmət olmasa yerində verin sualı. Mən slayda baxıram ona görə. Tamam. Deməli, ona görə həmişə birinci iş icazəsinə müraciət etdiniz, onun cavabını gözləyin. Cavabı çıxandan sonra müvafiq dövlət rüsumunu ödəyin. Ondan sonra əmas sisteminə əmək müqaviləsini ötürə bilərsiniz. Yenə dediyim kimi, hüquqi şəxslərdir, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və digər xarici hüquqi şəxslər filial nümayəndəliklərdir. Ancaq əznəbini öz iş yerində təmin etməlidir. Tutaq ki, A şirkətidir, əznəbiyə icazə alıbdır A şirkətində mühəndis. Ancaq həmin əznəbi gedir digər başqa vəzifədə və ya başqa şirkətdə işləyir. Bu qəti şəkildə artıq qanun pozuntusudur. Bu mövzuda da diqqətli olun. Əgər hansı vəzifədə işləyəcəksə, o vəzifə üçün müraciət olunur. Çünki burada müəyyən kvota nəzərdə tutulub. İl ərzində müəyyən kvotalar nəzərdə tutulur ki, əznəbi ancaq öz iş yerində təmin olunmalı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə iş icazəsi icraatı aparılan zaman, müraciətə baxılma aparılan zaman SMN görür ki, müraciət olunubdur mühəndis kimi, mühəndisə uyğun o rəy göndərir ki, bizə Azərbaycana kənar mühəndis lazımdır, yoxsa yerli ehtiyatlar hesabına təmin oluna bilər. Ancaq siz göndərirsiniz mühəndisi, lakin işlədirsiniz, tutaq ki, memar kimi, onda artıq bu kobud pozuntuya gedir. İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər. Birincisi, asan xidmətlərə yaxınlaşırsınız, orada ərizə anketi olur. Ərizə anketi əlbəttə ki, orada könüllülər yazır. Özünüz hazırlaya bilirsinizsə, əvvəlcədən Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinə daxil olub, blank şəklində çap edib, oradan ərizəni doldura bilərsiniz, vaxtınız getməsin deyə. Şəxsin pasportu, sərhəd keçmə sənədinin surəti lazım olur. Hansı işi yerinə yetirəcəksə, deməli, onun o ixtisasa malik olması barədə sənəd, burada sertifikatları olsun, diplomu olsun. Yəni, konkret bu şəxs mütəxəssis sayılır bu sahə üzrə. Onu sübut edən rəsmi sənəddir. O lazım olur və iş yeri üçün əcnəbi və vətəndaşı olmayan şəxsin cəlb edilmə zəruriliyini əsaslandıran arayış. Bu nə nəzərdə tutulur? Mesaj yazılır, səhv eləmirəmsə, zəhmət olmasa ona diqqət edin. Sualınız varsa açıq deyərsiniz. Əgər, deməli, bu arayış nəyə lazımdır? Hər hansı bir əcnəbini işlətmək istəyirsinizsə, siz əsaslandırmalısınız ki, bu sənəd, bu şəxs niyə bizə lazımdır? Yəni, əhəmiyyəti nədir bu şəxsin bizə işləməyi? Nə üçün? Məsələn, mühəndisdir. Tutaq ki, mən sizə bir nümunə deyim. Xəzər dənizinin altında bu neft platformaları var. O platformalarda suyun altında qaynaq işləri aparılır. Bu qaynaq işləri əlbəttə ki, bizim yerli belə deyim, ehtiyatlarımız, insan resurslarımız üzrə mütəxəssis tapmaq çətindir. Biz də onu əsaslandırırıq. Bu şəxs bir neçə ildir xarici ölkələrdə bu sahə üzrə işləyib, dərin təcrübəyə malikdir. Həmin, tutaq ki, bu iş riskli xarakter daşıyır və ona görə bu şəxsin bizdə işləməsi həm bizim üçün, həm ölkə üçün xüsusi əhəmiyyətə malikdir. Bu tipdə əsaslandırıcı arayış təqdim edirsiniz. Eyni zamanda əcnəbi və vətəndaşlı olmayan şəxsi, mən qısaca əcnəbi deyəcəm, çünki adətən hər iki termin gedəndə qısa ona əcnəbi deyirlər. Ümumiyyətlə, əcnəbilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısına nəzərdə tutulmuş xəstəlik virusu
daşıyıcısı olmaması haqqında arayış. Yəni burada nələr nəzərdə tutulur? Hepatit B, C və QİÇS virusu. Əgər bu viruslar aşkar olunacağı halda bu iş icazəsinin verilməsindən imtina olmuş hal kimi deməli müəyyən olunur və şəxsə əcnəbi iş icazəsi verilmir. Ona görə də bu arayışın da alınması zəruri sənədlərdəndir. Və xüsusilə əgər işə götürən hüquqi şəxsdirsə, hüquqi şəxsin nizamnaməsi, bir də dövlət qeydiyyat haqqında şəhadətnaməsi notariat qaydasına təsdiq edilmiş surəti olmalıdır. Yox, fiziki şəxsdirsə, onun vergi ödəyicisi sud alınması haqqında şəhadətnaməsi, bir də şəxsin özünün şəxsiyyətini təsdiq edən sənəd olmalıdır. Əlavə olaraq iş icazəsi ilə bərabər əvvəl də dediyimiz kimi müvəqqəti yaşama icazəsi alınır. Əlavə olaraq o müvəqqəti yaşama icazəsi alınması məqsədi ilə hansı ünvanda qalacaqsa, həmin şəxsin deməli ünvan sahibinin evinin sənədi olmalıdır. Bura çıxarış nəzərdə tutulur və ya kirayə müqaviləsi onların aralarında. Eyni zamanda ünvan sahibinin şəxsiyyət vəsiqəsi də lazım olur. Əlavə olaraq şəxs əcnəbidən də 3/4 şəkil tələb olunur. İş icazəsinin verilməsinin hansı hallarda imtina edilir? Əgər tələb olunan sənədlərdən biri təqdim edilmədikdə, o mütləq şəkildə sənəd qəbul olunur. Düzdür, əməkdaş onu çatdırır ki, filan sənədiniz yoxdur. Əgər israrlı olsa ki, yox, mənim sənədlərimi qəbul eləyin, əməkdaş ona imtina halında kimi hüquqlu və vəzifələrini izah etməklə sənədləri qəbul edir. Lakin icra prosesi zamanı bu əsas gətirilərək imtina oluna bilər. Təqdim edilən sənədlər saxta olduqda, qeyri-dəqiq və təhrif olunmuş məlumatlar olduqda. Məsələn, müəyyən olunur ki, şəxs orada qeyd olunur ki, məhkum olunmayıbdır. Lakin elə bir müəyyən vaxt ola bilər ki, araşdırma aparılır, müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərilir və müəyyən olunar ki, şəxs əvvəllər məhkum olunubdur. Bu artıq təhrif olunmuş məlumatdır və yaxud da ki, hər hansısa, məsələn, deyir, filan sertifikat, diplom təqdim olunubdur. Ancaq sorğu olarsa və yaxud da ki, digər bəzi hallarda məlumat daxil olarsa və müəyyən olur ki, heç şəxs o diplomu sonradan alıbdır, yəni qeyri-qanuni alıb və yaxud da ki, saxta əldə edibdir, bu zaman imtina olunur. İşə götürən işçi qüvvəsinə tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda mühəndis kimi dəvət edirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, xeyr, mən buna mənfi rəy bildirirəm. Çünki mühəndis Azərbaycanda var. Bu sahə üzrə mühəndis Azərbaycanda var və yaxud da ki, tutaq ki, Azərbaycan dili müəlliməsi, Rus dili müəllimi, bunlar bizdə var. Ehtiyac yoxdur kənar kontingentin gətirilməsinə. Məhz burada üzə çıxır ki, əsaslandırma arayışında niyə biz onu deməliyik ki, bu adam bizə vacibdir. Azərbaycanda bu belə deyim, bu kateqoriyada mütəxəssis mövcud deyil və yaxud da ki, azdır. Digər bir məsələ, işə cəlb olunması nəzərdə tutulan əcnəbi vətəndaşı olmayan şəxsin 18 yaşı tamam olmadıqdır. Məlumunuzdur ki, 16 yaşında əmək fəaliyyətinə cəlb oluna bilər. Yəni Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulubdur. Ancaq miqrasiya məcəlləsində bu yaş 18 yaş olaraq müəyyən edilibdir. Yəni 16 yaşda Azərbaycan vətəndaşı işləyə bilər, lakin əcnəbinin gərək 18 yaşı tamam olmalıdır. Əmək miqrasiyası kvotası dolduqda il ərzində müəyyən kvota müəyyən edilir. Məsələn, tutaq ki, 5.000 nəfər, 10.000 nəfər Azərbaycanda işləyə bilər. Əgər bu kvota dolubdursa, o zaman imtina verilir ki, kvota dolubdur. Yəni artıq bir də qaldı növbəti kvota gələn il açılanda onda müraciət etməyə. Bəzən bir də görürsünüz, dekabrda, noyabrda müraciət edirlər iş icazəsinə, artıq ona imtina gələcək. Çünki ilin sonudur və kvota artıq dolmaq üzrədir və yaxud da ki, dolmuşdur. Yenə müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda, hepatit B, C, QİÇS virusuna yoluxduqda. Eyni zamanda deməli, əcnəbi cəlb olunduğu işi yerinə yetirməsi üçün tələb olunan ixtisasa və iş təcrübəsinə malik olmadıqda. Dəvət olunur, tutaq ki, həkim dəvət olunur,
Ancaq həkimin baxırıq ki, ixtisası deməli, məsələn, cərrah kimi iş icazəsinə müraciət olunub, amma bunun diplomuna baxırıq ki, stomatoloqdur və yaxud da ki, terapevtdir. Aidiyyəti olmayan, belə deyim, sahələrdir. Və yaxud da ki, baxırıq ki, 1 ildir, bu cərrah kimi 1 il işləyibdir. Halbuki əsaslandırma arayışında da nə göstərilir? Uzun illər təcrübəyə malik olmağı göstərilir. Bu halda imtina olunur onun iş icazəsi verilməsindən. İş icazəsi üçün müraciətin icrası. Müraciət 2 halda təqdim olunur. Biri yazılı, biri də Dövlət Miqrasiya Xidmətinin rəsmi veb səhifəsində elektron xidmətlər bölməsi var. Oradan qeydiyyatdan keçməklə elektron formada da təqdim oluna bilər. Və iş icazəsi də orada müddət göstərilir. Əgər 15 gün müddətində və ya 15 iş və ya 20 iş günü müddətində müraciət edirsə, hərəsinin özünə məxsus deməli dövlət rüsumu nəzərdə tutulubdur. Bu da nə qədər təcili müraciət olunsa, dövlət rüsumu bir o qədər də artıq olur. Müraciət daxil olur. Müraciət daxil olduğu təqdirdə deməli müvafiq icra hakimiyyəti orqanlarına bu barədə məlumat göndərilir. Bura hansı orqanlar daxildir? Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Ehtiyatlara baxın, görün ehtiyat ödənilməsi mümkündür, mümkün deyil. Daha sonra Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidmətinə göndərilir ki, bunlar barədə hər hansı mənfi rəy mövcuddur, yoxsa yox. Və yaxud da ki, məhkum olunublar, yoxsa yox. Əgər imtina gələrsə, imtinaya əsas olan hal kimi bu qərar qəbul edilir. Yox, əgər imtina ümumiyyətlə cavab gəlməsi müsbət rəy kimi nəzərdə tutulur. Yox, imtinaya cavab gəlib, ancaq həmin imtina sonradan aradan qalxdıqdan sonra yenidən müraciət eləyə bilər. İşə götürən tərəfindən 30 gün müddətində iş icazəsi alınmasına görə dövlət rüsumu ödənilmədikdə iş icazəsi ləğv edilir. Deməli, iş icazəsi verilməsi barədə qərar qəbul olunur. Qərar qəbul olunandan sonra müəyyən rekvizit təqdim olunur ki, dövlət rüsumu ödənilsin. 30 gün keçir, 31-ci və 32-ci gün artıq dövlət rüsumu ödənilmədiyi üçün bu iş icazəsi ləğv edilir. Siz deyə bilərsiniz ki, yəni burada 5 gün, 10 gündə gec olsa nə ola bilər? Lakin burada bir məqam var. Biz əvvəlki bölmədə kvotadan bəhs etmişdik. Yəni, həmin əcnəbiyə biz bir kvota ayırmaqla və bu, əgər dövlət rüsumunu ödəmirsə, belə deyim, iş icazəsinə müraciət edib dövlət rüsumu ödənilmirsə, əlbəttə ki, ləğv olunmalı. Çünki onun əvəzinə başqa bir əcnəbiyə həmin kvota ayrıla bilərdi. Adətən bu, bir sıra məhkəmə predmetlərinin də, belə deyim, mübahisəsi olur. Dövlət rüsumu da işə götürən tərəfindən ödənilir, yoxsa? Bəli. Bəzən elə hallar olur ki, adi sahibkarda heç hüquqi şəxs deyil. Özləri əcnəbi ilə danışırlar ki, bəs əgər istəyirsənsə işləmək, onda dövlət rüsumunu özün edə. Artıq o sahibkarla əcnəbinin öz arasında olan məsələdir, amma real vəziyyətdə kim şəxsi işə götürürsə, o ödəməlidir. Belə. Tamam. Sonra, əcnəbilərin təsdiq edən sənədlərdəki məlumatlar işlədiyi hüquqi şəxsin adı dəyişdikdə 5 iş günü müddətində icra hakimi Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir. Yəni, məsələn, şəxsin sənəddəki məlumatlar dəyişilibdir. Tutaq ki, Məmmədov Məmməd yox, Əhmədov Məmməd olub. Və yaxud da ki, işlədiyi hüquqi şəxs A MMC dəyişib B MMC olubdursa, həmin an işə götürən 5 iş günü müddətində müraciət etməlidir. Ya yenidən rəsmiləşdirilməlidir, A ləğv olunub, B MMC üzrə işə qəbul olunma ilə bağlı iş icazəsi verməlidir, ya da ümumiyyətlə ləğv edilmək üçün ərizə təqdim olunmalıdır. 10 iş gün müddətində də həmin ərizə təqdim etmədikdə avtomatik iş icazəsi etibarsız hesab edilir. Deməli, 5 iş günü ərzində bu təqdim etməlidir. Ondan sonra 10 iş günü ərzində təqdim etmədikdə avtomatik iş icazəsi etibarsız hesab edilir. İş icazəsi 1 il müddətinə, əmək müqaviləsində 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. Bu nə deməkdir? Deməli, ilk növbədə əmək müqaviləsi
iş icazəsinin verildiyi müddətdə qüvvədə olmalı. Məsələn, iş icazəsi 6 ay verilirsə, əmək müqaviləsində mütləq şəkildə 6 ay bağlamalısın. Və yaxud da ki, bəzi belə hallar olur ki, iş icazəsi məsələn 1 yanvarda verilir. İndi qeyri-işini demirəm, misal üçün deyirəm. 1 yanvarda verilir iş icazəsi. Ancaq o da 6 ay müddətinə, tutaq ki, l-nın 1-nə qədər. Ancaq müqavilə imzalanır 1 yanvar, yox 10 yanvarda. Bu demək deyil ki, artıq bunun 6 ay 10 yanvardan başlayır. Xeyr, elə bil o 6 ayın iş icazəsi üçün verilmə müddətinə 10 gün getdi, yerdə qaldı 5 ay 20 gün. O 5 ay 20 günə l-nın əvvəlinə qədər əmək müqaviləsi bağlanmalıdır. Məhz icazə həmin qərarın sonunda da göstərilir ki, iş icazəsi qərarının deməli, iş icazəsi hansı tarixdən hansı tarixə qədər verilir. Bu formada. Əgər yox, iş icazəsi 1 il verilir, əmək müqaviləsi 1 il, tutaq ki, 1 ay bağlanırsa, iş icazəsi ləğv olunandan sonra artıq o 1 ay qanunsuz işləmə, qanunsuz cəlb etmə sayılır ki, bu da gələcəyinə həm hüquqi və ya fiziki sahibkarlıq fəaliyyətinə məşğul olan fiziki şəxs üçün məsuliyyət, inzibati məsuliyyət yaradacaq, həm də əcnəbi üçün. İşğaldan azad edilmiş ərazilərdə isə əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərti ilə uzadıla bilər. Çox xahiş edirəm, sual olarsa mikrofonu açın, elə cavab verin. Yəni, oraya mən baxmayacam ona görə. Sonra. Salam, axşamınız xeyir. Salam, axşamınız xeyir. Deməli, bizdə var idi, məsələn, bununla bağlı bir əməkdaş var idi. Əməkdaş elə bil ki, gəlib Azərbaycanda evlənmişdi. 18 yaşına qədər elə bil ki, himayəsində olan, yəni bir uşağı var idi. Bəli. Bununla bağlı, yəni onu belə deyək ki, heç bir sadəcə bununla bağlı işə götürdük onu. Mən bilmək istəyirəm ki, biz onu maraqlandıq. Sadəcə yəni kifayət edirdi ki, onun 18 yaşına qədər himayəsində evladı varsa, biz onunla heç nəsə müqayisə. Bəli. Mən sizə bildirəm, iş icazəsi tələb olunmayan hallardan biri də Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikahda olması və yaxud da ki, qeyd etdiyiniz kimi 18 yaşına çatmamış himayəsində azyaşlı uşağın olması, yəni insan olması. Buyurun. Bu halda heç bir iş icazəsi ehtiyac deyil. Bəzi şirkətlər biraz ehtiyatlanırlar bu məsələdə, ona görə onlar birbaşa müraciət edirlər ki, xahiş edir, yaxud da ki, əcnəbinin özü müraciət edir ki, xahiş edib mənə bir arayış sənəd verin ki, həqiqətən bu məqamlarda iş icazəsi tələb olunmur. O arayış aldıqdan sonra artıq həmin hüquqi şəxsə təqdim etməklə işləyir. Yəni, belə deyim, əgər HR bu sahəni gözəl bilsə, heç o arayışa da ehtiyac yoxdur. Heç bir əməkdaş, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı və yaxud da ki, belə deyim, xidmətin özü, daha doğrusu, bu məsələdə müdaxilə eləməyəcəkdir. Aydındır, bir sualım da olacaqdı. Biz həmin əməkdaşın elə bil ki, əmək haqqı kartı sifariş eləmək üçün banka göndərəndə müqaviləsini 3 aylıq qeyd etmişdik. Bankdan bizə bildirdilər ki, yəni 1 illik olmalıdır da, yəni 1 ildən aşağı müqavilənin müddəti olmamalıdır. Bilmək istəyirəm ki, bu nə səbəblə elə oldu? Biz yəni təzədən dəyişiklik etdik, 1 il müddətini elədik müqaviləni. Amma yəni nə üçün elə oldu, maraqlı qalmışdım mən. O açığı mənə də maraqlıdır. Yəqin bu bankın siyasətindən asılıdır. Çünki bank istəyərdi ki, onun belə deyim, dövriyyəsi olsun, pul dövriyyəsi olsun. Bu cəhətdən istəyir. Ancaq Dövlət Miqrasiya Xidməti cəhətdən, yəni 3 aylıq da ola bilər, 6 aylıq da ola bilər, 1 illik də ola bilər. Yəni bu çox güman ki, bankın özünün daxili siyasətidir. Aydınlıq, təşəkkür edirəm. Buyurun. Deməli, Bir də mənim bəs rüsumlar müddətə görə dəyişir? Bəli, dəyişir. Əgər əgər müddətə görə nə mənada? Yəni tez sənəd icra olunsun, yoxsa verilməyə görə? Yox, məsələn, miqrasiya müddəti 1 il olanda, 1 il olanda rüsum dəyişir. Bəli, əlbəttə rüsumlar dəyişir. Tutaq ki, 1 ilin rüsumu ayrı, 2 ilin rüsumu ayrı, hər il üçün belə deyim, o rüsum hesablanır. Yəni sonra eyni işə götürən yanda başqa bir işə keçirildikdə onun üçün yeni iş icazəsi alınmalıdır. Əvvəldə dediyim kimi, hüquqi şəxsin yenidən təşkili zamanı da yeni iş icazəsi alınmalıdır.
İş icazəsi üçün müraciətin icrası. Bayaq qeyd etdiyim kimi, əmək müqaviləsi vaxt deməli, daha doğrusu bu digər punktu deməli, əznəbi tutaq ki, bu biraz HR-ların əslində yaralı yeridir, onlara diqqət etmirlər. Mən sizə bunu deyəcəm, həm də praktiki formada. İşə götürənlə əznəbi arasında əmək müqaviləsi imzalanır. Tutaq ki, 1 yanvardan 1 dekabra qədər iş icazəsi alıbdır. Elə olur ki, əmək müqaviləsi də o müddətdə bağlanır. Əmək müqaviləsinə 1 dekabrda xitam verilmir. 20 gün əvvəldən, məsələn, və yaxud da ki, noyabrın 1-i xitam verilir. Noyabrın 1-i xitam verilirsə, həmin 5 iş günü ərzində işə götürən dərhal həmin müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Məlumat verməlidir ki, bu şəxslə biz əmək müqaviləsinə xitam verdik, baxmayaraq ki, bunun iş icazəsinin bitməyinə 1 ay qalıbdır. Xitam vermişik, xahiş edirik, məlumatımız olsun və yaxud da ki, əznəbinin iş və yaşama icazəsini ləğv edin. Bunun da arxa planda kvota məsələləri durur, kvotanı məşğul etməməsi, eyni zamanda onun əvəzində başqa bir əznəbi də götürülə bilər, baxmayaraq ki, 1 ay müddəti qalıb. Bunlar nəzərdə tutulmalıdır. Əgər 5 iş günü müddətində müraciət olunmasa, artıq burada vəzifəli şəxs kimdirsə, həmin hüquqi şəxsin, bu HR da ola bilər və yaxud da ki, xüsusən hüquqi şəxsin adətən əsas direktoru nəzərdə tutulur, ancaq burada HR da önəmli, yəni etibarnamə verilə bilər səlahiyyətlərin icrası üçün, ona görə dərhal müraciət etməlidir. Əks təqdirdə 300 manat məbləğində cərimə oluna bilər. İş icazəsi qüvvəsini əgər 5 iş günü müddətində müraciət olundusa, həmin iş icazəsi dərhal ləğv olunur və qüvvəsini itirir. Bu vaxtı iş icazəsi qüvvəsini bitirdikdə əməkçi miqrantın ölkədə qalmasına başqa əsas olmadıqda 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Bunu mən qeyd edeyim ki, niyə? Əgər əsas olmadıqda, digər əsas olmadıqda, məsələn, bu adamın Azərbaycanla hüquqi bağlılığı yoxdur və yaxud da ki, digər əsaslarda yaşama icazəsi üçün əsas yoxdursa, ölkəni tərk etməlidir. Yox, bunun 100.000 manat dəyərində ev olsun və yaxud da ki, tutaq ki, Azərbaycan vətəndaşı ilə evləndi və yaxud da ki, qardaşı, bacısı, digər yaxın qohumu Azərbaycan vətəndaşıdırsa, bu artıq 10 iş günü müddətində Azərbaycanı tərk etməsinə ehtiyac olmur. Nə mənada ehtiyac olmur? İş icazəsi ilə bağlı olduğu müvəqqəti yaşama icazəsi də ləğv olunacağı üçün əznəbi digər əsasla yaşama icazəsinə müraciət etməlidir. Yox, əgər müraciət etməyəcəksə, əsası oldu, olmadı, müraciət etməyəcəksə, artıq Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Bir də soruşa bilərəm. Onda iş icazəsi ilə, müddəti ilə müvəqqəti yaşamağın müddəti eynidir? Eyni, mütləq şəkildə eyni olmalıdır. Bir də burada yazılıb müvafiq icra hakimiyyəti orqanına dedikdə nə nəzərdə tutulur? Yenə miqrasiya? Dövlət miqrasiya xidməti, dövlət miqrasiya xidməti. Bəli, çünki bütün bu iş icazələri, digər icazələr hamısı dövlət miqrasiya xidmətinin səlahiyyətində olan məsələlərdir. Hansı hallarda iş icazəsi ləğv edilir? Əcnəbidən və ya işə götürəndən müvafiq ərizə daxil olduqda işə götürən müraciət edir ki, xahiş edirəm, əcnəbi ilə əmək müqaviləsinə xitam verildim və yaxud da ki, digər deməli vəzifəyə işə götürürəm, onda ləğv olunur və yaxud da ki, şəxsin özü deyir ki, mən artıq ölkə ərazisini tərk edirəm, həmin şirkətdə işləmirəm, xahiş edirəm, iş icazəmi ləğv olunsun, ləğv edəsiniz. Sonra iş icazəsi alınması üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə, əvvəl də qeyd etdiyim kimi, burada saxta məlumat da ola bilər. Yəni, bir növ əvvəlki hallar həm iş icazəsinin ləğv edilməsinə, həm də imtinasına əsas olan hallardır. Eyni zamanda şəxsin işlədiyi hüquqi şəxs ləğv olunduqda, məhkəmənin müvafiq qərarı olduqda, sonra əcnəbi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsi vaxtla əvvəl pozulduqda və 5 iş gün ərzində müvafiq icra hakimiyyəti orqanı məlumat verdikdə, eyni zamanda 30 gün müddətində dövlət rüsumu ödənilmədikdə,
Miqrasiya məcəlləsi 66-cı maddəsi nəzərdə tutulduğu hallarda işə götürən 10 iş müddətində müvafiq ərizə təqdim etmədikdə, yəni əvvəl də dediyimiz kimi iş icazəsinin ləğv olunmasına bağlı ərizə də təqdim olunmalıdır. Eyni zamanda işə götürən tərəfindən 30 gün müddətində həmin iş icazəsinin uzadılmasına görə də dövlət rüsumu ödənilmədikdə, deməli iş icazəsi ləğv edilir. Gəldik miqrasiya qanunvericiliyinin pozulması ilə nəticələnən tənzimlənmə əmək fəaliyyəti. Biz bu günə qədər, indiyə qədər keçdik ümumi proseduru. Nələrə diqqət yetirməlidir HR-lar onları göstərdik. Bu halda isə deməli HR-ın məsul vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyi nəticəsində hansı qanun pozuntuları yaranır və bu qanun pozuntuları nəticəsində onları hansı cəzalar gözləyir, onu nəzərinizə yetirəcəyik. Deməli, miqrasiya qanunvericiliyi tələblərinə riayət edilməməsi inzibati məsuliyyətə cəlb olunması üçün əsasdır. Bir məqamı qeyd edeyim ki, məsuliyyəti ümumiyyətlə qanunu bilməmək məsuliyyətdən azad etmir. Bu xəta törədildisə, artıq yəni xətanın belə deyim, xətadan azad olmaq üçün, cərimədən azad olunmaq üçün gərək müəyyən məqamlar olsun ki, rədd etmə halları olsun ki, siz rahat bir şəkildə deyəsiniz ki, burada xəta yoxdur. Məsələn, tutaq ki, şəxs əznəbi vəfat etdisə, artıq heç kim əznəbini cərimə, belə deyim, məsuliyyətə cəlb edə bilməz. İndi burada məqamları göstərim sizə. İnzibati xətalar məcəlləsinin 575.1.1-ci maddəsində. Mən maddənin şəkli bu formada deyil, mən sizə aydın olasınız deyə bu maddəni belə deyim, ümumi izah formasında dedim. Əznəbi ölkəyə gəldi. Əgər olduğu yer üzrə qeydiyyata alınmırsa və yaxud da ki, olma müddəti bitdikdən sonra ölkə ərazisini tərk etmirsə və yaxud da ki, qanuniləşmirsə, şəxs məsuliyyətə cəlb olunur. Bu nə deməkdir? Bu əvvəl qeyd etdiyim kimi, əgər 15 gün ərzində qeydiyyata alınmırsa, artıq əznəbi 300 manatdan 400 manata qədər cəlb olunur. Burada əlbəttə ki, HR-ın hər hansı problemi yoxdur, ancaq HR-ın üzərinə məsuliyyət var ki, niyə bunları bildiyiniz halda əznəbi ilə bağlı, əznəbi ola bilər ki, məsuliyyəti dərk etməsin və yaxud da ki, məlumatsız olsun. HR ona məsul olan şəxs kimi onun dərhal qeydiyyata alınmasına bağlı tədbir görməlidir. Və yaxud da ikinci məqama diqqət yetirsək, vizasız gələn əznəbi ölkə arasında 90 gün qala bilər. Viza ilə gələn əznəbi vizada göstərildiyi müddətdə qala bilər. Təsəvvürünüzə gətirin 90 gün deməyim. Elə 90 gün deyim. 90 günün 15 günü ərzində qeydiyyata alındı. Ondan sonra 90-cı günə qədər şəxs ölkədə qeydiyyatla yaşayır, problem yoxdur. 90-cı günü keçdikdə artıq bu maddə ona münasibətdə tətbiq olunur. Yenə növbəti dəfə, yenə o 300 manatdan 400 manata qədər cərimə olmalıdır. Ona görə ya 90-cı gün ölkə ərazisini tərk etməlidir, 90-cı günə qədər və yaxud da ki, yaşama icazəsinə, müvəqqəti yaşama icazəsinə, iş icazəsinə müraciət olunmalıdır. 575.1.4-cü maddədə nə deyir? İş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə məşğul olmasına görə. Deməli, əznəbi, siz A şirkətinin məsul şəxsisiniz. Əznəbini işə qəbul etmişsiniz. Ancaq iş icazəsi əldə etməmişsiniz. Birbaşa əmək müqaviləsi imzalamışsınız və yaxud da ki, heç əmək müqaviləsi imzalamaq bir qırağa. Onu əmək müqaviləsi işlədirsiniz. Əlbəttə ki, əmək müqaviləsiz işlədəndə artıq SMN bundan məlumat olarsa, onun özünə məxsus cəriməsi var. Bizdə isə iş icazəsi olmadığı üçün avtomatik əznəbi məsuliyyətə cəlb olunacaqdır. İki halda bir daha təkrar edirəm. Biri, iş icazəsi olmadığı halda əmək müqaviləsiz və yaxud da ki, əmasda əmək müqaviləsi imzalandığı halda. Bəzən görürsünüz ki, məhkəmə predmeti olur. Şəxs deyir ki, məsələn, möhtərəm hakim, mən bundan qayda qanuna uyğun əmək müqaviləsi imzalamışam. Mənim praktikamda belə bir hadisə olubdur, şəxslə bağlı hüquqi şəxs məsuliyyətə cəlb olunubdur.
direktor deyir ki, mən ondan heç bir qanunsuzluğa yol verməmişəm, əmək müqaviləsi imzalamışam, sistemdə də var, hər şey öz qaydasındadır. Təsəvvürünüzə gətirin, biz onu inandıra bilmədik ki, problem əmək müqaviləsi imzalanmasında deyil, ona zaten Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq İdarəsi baxır. Problem əznəbini iş icazəsi olmadığı halda işlətməyindən gedir. Bax, belə halda da 300 manatdan 400 manata da qədər də cərimə olunur. Əgər həmin maddələrin sanksiyasına diqqət etsəniz, aşağıda diqqət yetirin, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla. Bu nə deməkdir? Əcnəbidir. Əcnəbini neçə ay işlətmişsiniz və əcnəbi də ola bilsin müqavimət göstərir və yaxud da ki, heç müqavimət göstərmədən bir ilə yaxındır işləyir. Artıq bu sizin diskresiyon səlahiyyətinizdir, yəni seçmə hüququnuzdur. Kənara inzibati qaydada çıxarılmaq, yəni deport olunmaq və yaxud da ki, çıxarılmamaqla və yaxud da ki, deport eləmişsiniz, sadəcə cərimə eləyirsiniz. Yəni, buraya baxırsınız, əgər şəxs deməli, ağırlaşdırıcı hallar varsa, tutaq ki, il ərzində 2 və daha artıq məsuliyyətə cəlb olunubsa, bunu nəzərdə tuta bilərsiniz. Və yaxud da ki, müəyyən məqamlar var ki, belə deyim, tabesizlik göstərir və yaxud da ki, bunun qaçma ehtimalı var. Yəni, belə deyim, hal-hazırda tutaq ki, əlinizdədir, onun qaçma ehtimalı ola bilər, onda onu inzibati qaydada çıxarılmaqla edirsiniz və yerləşdirilir müvəqqəti yerləşmə mərkəzlərinə, Dövlət Miqrasiya Xidmətinin tabeliyində ayrıca bir, belə deyim, saxlama mərkəzləridir. Sonra, hüquqi və vəzifəli şəxslərə münasibətdə. Burada artıq birbaşa hüquqi şəxsin həm vəzifəli şəxsinə, həm də digər məsul şəxslərə münasibətdir. Onları hansı cəzalar gözləyə bilər? 578.1. Əgər hüquqi şəxs tərəfindən və yaxud da ki, vəzifəli, yəni burada vəzifəli şəxs deyəndə həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən də söhbət gedir. Hansılar ki, onlar vergi ödəyicisidir, vöyünləri mövcuddur. Əgər onlar bir əcnəbi, deməli, bir və ya iki əcnəbi işlədirlərsə, cəlb eləyiblərsə, 3000 manatdan 4000 manata qədər vəzifəli şəxslər, hüquqi şəxslər isə 15.000 manatdan 20.000 manata dək məbləğdə cərimə edilir. Yox, 2 və daha artıq, daha doğrusu 3 və daha artıq əcnəbini cəlb etdirsə, onda artıq bu dəfə vəzifəli şəxslər 5.000 manatdan 7.000 manata dək və yaxud da ki, hüquqi şəxslər 30.000 manatdan 35.000 manata dək məbləğdə cərimə edilir. Bəzən belə bir məqam da olubdur. Siz düşünməyin ki, ancaq vəzifəli şəxslər də cərimə oluna bilər, hüquqi şəxs də cərimə oluna bilər. Xeyr. Səhv eləmirəmsə, Ali Məhkəmənin plenum qərarı da olubdur ki, indi onun tarixi yadımda deyil, ümumi xatırladım. Hüquqi və vəzifəli şəxs də eyni anda cərimələnib. Məsələn, AMMC-nin həm hüquqi şəxsin özü cərimələnir, həm də AMMC-nin direktoru cərimələnir. Bunun da fərqi var. Hüquqi şəxs olaraq məlumdur, əcnəbi işlədilib. Vəzifəli şəxs isə özünün belə deyim, vəzifəsindən dolayı, vəzifəsini məsuliyyətsiz, laqeyd yanaşdığı üçün o da cərimələnə bilər. Yəni, belə bir hal məhkəmə prosesində olubdur və birinci instansiya məhkəməsi, yəni rayon şəhər məhkəməsi şəxsin etirazını qəbul etməyərək, yəni normal formada vəzifəli şəxsi cərimə olunubdur, qərarı qüvvədə saxlayıbdır. Sonra növbədə gəlir 578.3. Bunları mənim saymaqdan məqsədim odur ki, əsas hansı punktlara diqqət yetirəsiniz ki, gələcəkdə qanun pozuntusu mövcud olmasın, qanunvericiliyin pozuntusuna yol verməyəsiniz. İşə götürənin işə cəlb etdiyi əcnəbini öz iş yerindən kənarda işlə təmin etməsinə görə vəzifəli şəxslər 500 manatda cərimə edilir. Məsələn, AMMC-nin, Alfa MMC-nin direktoru şəxs üçün, əcnəbi üçün mühəndis vəzifəsinə təyinatla bağlı iştirakçısına müraciət edib. Ancaq aparılan araşdırmalar zamanı məlum olur ki, şəxs mühəndis kimi işə qəbul olunsa da, əslində bunun mühəndis, belə deyim, vəzifəsi çox zəif olubdur, yəni tam işləmir və yaxud da ki, işləsə belə bunun marağı kənd təsərrüfatındadır.
və direktorun ayrıca kənd təsərrüfatına, bal təsərrüfatı olsun, malqara təsərrüfatı olsun, orada eyni zamanda aqronom kimi də işləyirdi. Yəni bu şəxsin ola bilər 2 təhsili olsun, mühəndis kimi yox, gedib aqronom kimi işləyir. Belə halda əlbəttə ki, vəzifəli şəxs 500 manat cərimə olunacaq ki, sən niyə aqronom üçün, əgər aqronom üçün işləyirdisə, aqronomla bağlı müraciət eləyərdin iş icazəsinə. O da yenə SMN-ə qərar verməlidir, bu aqronom kimi hansı sahə üzrə mütəxəssisdir, yerli ehtiyatı var, yoxsa yox. 578.4 İşə cəlb edilən əznəbinin vətəndaşı olmayan şəxsin pasportunun şəxsiyyətini təsdiq edən digər sənədin işə götürən tərəfindən götürülərək saxlanmasına görə yenə vəzifəli şəxs 500 manat cərimə edilir. Burada əgər bu da bir daha 78.4 əslində elə sadə bir maddə deyil. Bu maddənin bir ucu da cinayət məsuliyyətinə gətirib çıxara bilər. Araşdırma zamanı əgər müəyyən olunsa ki, şəxs belə deyim, insan alverinin qurbanı olubdur, işə götürən tərəfindən onun sənədləri saxlanılıb ki, şəxs oradan qaça bilməsin. İnsan alveri qurbanı olmaq demək deyil ki, təkcə bu əxlaqi cəhətdən, yəni belə deyim, insan alverçilərinin qurbanı olsun. Burada məcburi işə cəlb etmə də ola bilər, qanunsuz orqan transportasiyası da ola bilər. Onu deyəcəkdim, qabaqladınız. Bəli. Əznəbi və vətəndaşlı olmayan şəxslə işə götürən hansına bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda bu barədə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı miqrasiya xidmətindən məlumat verilməməsinə görə vəzifəli şəxsə 300 manat məbləğində cərimə edilir. Bayaq qeyd etmişdik. Burada bir məqama diqqət yetirin. Tutaq ki, noyabrın 15-i əmək müqaviləsi pozulub. Noyabrın 30-u iş icazəsi bitəcək. Baxın, noyabrın 15-i pozulubdursa, 5 iş gün ərzində müraciət etməlidir. Etməsə, vəzifəli şəxs 300 manat cərimə ediləcəkdir. Noyabrın 30-u iş icazəsi xitam olunmasına baxmayaraq, əmək müqaviləsi dekabrın 5-i xitam olunursa, artıq bu dəfə bunun, belə deyim, məsuliyyəti daha ağırdır. Çünki qanunsuz, belə deyim, əmək fəaliyyətinə cəlb etmə var. O zaman nə olur? 578.1 tətbiq edilir. Yəni, bir var, xitam iş icazəsinin bitməsindən sonra yenə işlədilirsə 578.1, əvvəl əgər xitam verilibdirsə, onda 578.5. Bir söz soruşa bilərəm. Buyurun. Bəs iş icazəsinin bitməsi ilə müqavilənin bitmə tarixi, yəni üst-üstə düşərsə, yenə də xəbər verməyə ehtiyac var müraciət etməyə? Yox. Zaten onsuz da həmin gün, məsələn, noyabrın 30-u iş icazəsi bitdisə, siz çalışın noyabrın 30-u da əmək müqaviləsinə xitam verin. Yəni, növbəti günlərə saxlamayın. Çünki sistemdə onlar araşdırılır, avtomatik sistemdə müəyyən olunsa ki, 2 gün, 3 gün gec xitam verilibdir, onda məsuliyyətdir. Aha, bildim, təşəkkür. Məlumat verməyə ehtiyac yoxdur. Məlumat verməyə o vaxt ehtiyac olur ki, heç on belə deyim, xitam iş icazəsinin bitməsindən əvvəlki vaxtda olsun. Tutaq ki, belə bir sual da verə bilərsiniz. Yaxşı, iş icazəsi bitibdir 30 noyabrda, bitəcək 30 noyabrda. Amma siz əmək müqaviləsinə xitam verirsiniz 28 noyabrda. Ortada 2 iş günü qalır. Ehtiyac varmı? Xeyr, ehtiyac yoxdur. Burada söhbət 5 iş günü gedir. İnzibati icraat haqqında qanuna əsasən də müddət başlayır 5 iş günündən sonra 6-cı iş günündə müəyyən olunsa ki, siz hələ də xitam verməmisiniz, onda məsuliyyət nəzərdə tutulacaqdır. Başa bilmədim, izah eləyə bildim, yoxsa yox. Anladınızmı? Sonra 578.6-cı deməli, ad dəyişdikdə və yaxud da ki, sənədlərdəki məlumatlar dəyişdikdə 5 iş günü müddətinə işə götürən tərəfindən deməli, miqrasiya xidmətindən müraciət olunmalıdır və yaxud da ki, ərizə təqdim edilməlidir ki, ya yenidən rəsmiləşdirilsin, tutaq ki, əznəbinin iş icazəsi və yaxud da ki, ümumiyyətlə yəni ləğv olunsun. Tutaq ki, mən hüquqi şəxs olaraq adımı dəyişmişəm, əznəbi artıq işləməyəcəkdir, xahiş edirik, iş icazəsini ləğv edin. Və yaxud da ki, mən hüquqi şəxsəm, adımı dəyişmişəm, lakin əznəbini mən yenə işlədəcəm, xahiş edirəm,
mənim adıma uyğun yenidən rəsmiləşdirəsiniz. Çünki iş icazələrində göstərilir hansı şirkətin hansı vəzifəsində işləyəcək əcnəbi. Məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər. Baxın, tanış olun, bunlar deməli, Dövlət Miqrasiya Xidmətinin nəzdində fəaliyyət göstərən müvəqqəti yerləşmə mərkəzlərdə əvvəllər qanunsuz miqrantların saxlanılması mərkəzləri gedirdi. Burada deməli, ilk şəkildə, sol şəkildə gördüyünüz bir mərtəbəli təcridxana adlanır. Yəni, həbsxanadan azad olunmuş və yaşama əsasları yoxdursa Azərbaycan Respublikasında bunlar deport olunacaqlar, əvvəlcə gətirilir, təhvil verilir, ölkə xaricinə çıxarılır. Digər gördüyünüz 2 mərtəbəli isə deməli, qaçqın və sığınacaq axtaran şəxslər üçün nəzərdə tutulur. Bəzi hallarda deməli, Dövlət Miqrasiya Xidmətinin qərarının icra olunmasından boyun qaçıran şəxslər də solda gördüyünüz təcridxanaya yerləşdirilir. Daha sonra ölkə ərazisindən kənara inzibati qaydada çıxarılırlar. Təlim bu qədər. Nə suallarınız varsa, buyurun, eşidirəm sizi. Çox üzr istəyirəm. Təkrar edərdiniz. Zəhmət olmasa slaydı qrupa göndərə bilərsiniz. Göndərəcəyim, narahat olmayın. Bir sual verə bilərəm. Buyurun. Deməli, indi danışdıqlarınızı analiz edirəm. Bir neçə ay bundan qabaq bizim şirkətə bir xanım əməkdaş götürdük. Bu əməkdaş Azərbaycan vətəndaşı ilə ailəli idi. Biz ondan iş icazəsi olsun, düz iş icazəsi düşünmürəm, götürmüşdük, nə qədər düşünürəm, xatırlamaq istəyirəm, amma xatırlaya bilmirəm. Amma yaşayış icazəsi var idi və bu xanım artıq bizim şirkətdə bunun 2-ci yoxsa 3-cü iş yeri idi. Biz bunu götürdük, 3 ay müqavilə ilə işlətdik və 3 aydan sonra, yəni xanım, digər bir xanım dedi ki, onlara məlumat veriblər bankdan yox, 1 il tamam olmalıdır. Amma bizdə elə bir problem olmadı. Yəni 3 ay sınaq müddəti ilə götürdük və elə 3 aydan sonra da xitam verdik. İndi sualım budur. Biz mütləqmi şəkildə hər hansı bir qanun burada pozuntusu etmişikmi? Yəni belə deyək də biz bu xanımı gətirməmişik. Bizim icazəmizlə və ya bizim istəyimizlə gəlməyib. Bu ailə qrup Azərbaycan vətəndaşı ilə burada yaşayır və burada da bir neçə şirkətdə də işləyir və biz də onu görmüşük və öz şirkətimizə dəvət elədik. 3 aylıq bir əməkdaşlığımız oldu. Hər hansı bir qanun pozuntusu varmı? Bilmirəm nə dərəcədə sualımı ifadə edə bildim. Başa düşdüm. Qəti şəkildə burada heç bir qanun pozuntusu yoxdur. Çünki əvvəl dediyim mümkün olarsa səsi ağlayardınız. Yansıma gedir. Deməli, iş icazəsi tələb olunmayan halların arasında Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar var. Yəni, əgər bu şəxs Azərbaycan Respublikasının vətəndaşı ilə nikahdadır,sa ona heç bir iş icazəsi ehtiyac yoxdur. Yəni, burada hər hansı tərəfinizdən qanun pozuntusu mövcud deyil. Yəni, işlənilən qədər əmək müqaviləsi imzalaya bilərsiniz, bağlaya bilərsiniz, işlədə bilərsiniz. Yəni, narahat olmayın o cəhətdən. Təşəkkür edirəm, çox sağ olun. Müvəqqəti yaşayış icazəsini şəxs özü müraciət eləməlidir də, amma şirkət yox. Baxın, əgər şirkət tərəfindən müraciət olunursa, iş icazəsinin əsası ilə yaşama icazəsi alırsa, şirkətin etibarnamə verdiyi şəxs onsuz da o əcnəbinin belə deyim, gəlib sənədlərini təqdim eləyir. Yəni, əcnəbinin orada iştirakına ehtiyac yoxdur. Şirkət tərəfindən etibarnamə verilir məsul şəxsə, o da gəlir müraciət eləyir. Anladım, təşəkkürlər. Bir sual verə bilərəm Vüsal bəy. İlk öncə təşəkkür edirəm gözəl seminarınız üçün. Bizdə bu yaxınlarda şirkətimiz bu əcnəbi işçinin iş izni bitməsi ilə bağlı cərimə olundu 15.000. Mən HR deyiləm, sadəcə mühasibəm bu
biraz qaranlıq qaldı mənə. Biz çünki rəhbərlik və HR gözləyib ki, həmin işçi özü Türkiyə vətəndaşı idi. Gedib müraciət eləsin iş izni üçün. O da müraciət etməyibdi. Yəni amma siz deyirsiniz yox, hüquqi şəxs işə götürən özü müraciət eləməlidir. Bəli. Bir hüquqi şəxsin belə deyim də, əcnəbi ora işə götürən kimdir? Hüquqi şəxs. Hüquqi şəxs maraqlıdır o əcnəbini özündə işlətməyə. Ona görə hüquqi şəxs müraciət etməlidir. Əcnəbi necə şirkətin sənədlərini təqdim eləsin ki, baxın, mən gəlmişəm filan şirkətdə işləyəcəm. Yaxşı, belə bu filan şirkət özü müraciət eləməlidir ki, mən maraqlıyam burada. Bu mənim sənədlərimdir, bu mənim təhsis sənədim, nizamnaməmdir. Mən bu şəxsi götürəcəm. Mən əsaslandırmalıyam ki, bu şəxs niyə mənə lazımdır. Ona görə mütləq şəkildə hüquqi şəxs müraciət etməlidir. Yəni elə bir hal yoxdur ki, orada həmin əcnəbi, yəni şəxs özü müraciət eləsin. Çünki orada bizə dedilər ki, məhkəmədə belə olubdur. Deyəsən, aprelin 1-i bitibdi onun izni. Aprelin 5-i mi, 10-u mu nəsə müraciət göndəribdi deyəsən həmin şəxs. İmtina gəlib. Deməli, iş icazəsi bitibdi aprelin 5-i, eləmi? Aprelin 1-i bitib, amma aprelin 5-i mi yoxsa 10-u mu dedilər həmin şəxs müraciət edibdi. Ona da imtina gəlibdi. Bəli, o bitdiyi üçün artıq o 4-5 gündür həmin şəxs yenə də işləməyə davam etdiyi üçün ona görə bayaq qeyd etdiyim məsələdir. İş icazəsi bitirdi, ancaq 4-5 gündür yenə müraciət eləyən sakin müraciət eləyibdi və o müəyyən olunub ki, bu bitməyə baxmayaraq hələ də orada işləyir. Ona görə onu cəlb eləyiblər, məsuliyyətə cəlb eləyiblər. Deməli, şəxsin iş icazəsi var imiş. Aha, var idi, işləyirdi. Sadəcə işlədiyi müddətdə bitib, əmək müqaviləsində xitam verilməyibdi. Ona görə hüquqi şəxs özü müraciət eləsin. Özü. Bəs miqrasiya falan buna görə əvvəlcədən xəbərdarlıq verməlidir, nəsə? Baxın, mən sizə deyim, yox, belə bir öhdəlik miqrasiya xidmətinin üzərinə qoyulmuyor. Mən sizə bir misal çəkim, bilmirəm, avtomobil sürənlər bilər. Qırmızı işıqda biz bilmirik, tutaq ki, bu yol ana yoldur, bu yol əlavə yoldur. Polis bir qapı düşüb onu izah eləyəsi deyil ki, filankəs xanım, filankəs müəllim, bax, bu budur. Əlbəttə ki, bizim vəzifəmizdir ki, biz hüquqlarımızı bilək, vəzifələrimizi bilək. Biz özümüz onu araşdıraq, nə var, nə yox. Ona görə də hər hansısa bir dövlət qurumunun özünün üzərində öhdəlik yoxdur. Öhdəlik maarifləndirmə tədbirləri onsuz da keçilir, miqrasiya məcəlləsi var. Ona görə hər bir vəzifəli şəxs, elə məsələn, Aytaç xanım, siz əgər mühasibsiz və yaxud da ki, icazsızsa, özünüz əcnəbi qəbul eləyəcəksinizsə, necə ki, Azərbaycan Respublikasının vətəndaşını qəbul eləyirsiniz işə, bilirsiniz ki, bax, əsəminə bunu yoxlaya bilər. Mən bunu əmasda belə məzuniyyət cədvəli açmalıyam, belə əmək müqaviləsi bağlamalıyam. Onu siz bilirsinizsə, miqrasiya qanunvericiliyini də gərək siz biləsiniz. Yəni, öhdəlik yoxdur ki, siz təsəvvürünüzə gətirin, il ərzində milyona yaxın əcnəbi gəlir ölkəyə. Onların nəzarətdə saxlanılması onsuz da asan bir məsələ deyil. Və hər biri ilə bağlı elə bir öhdəlik də yoxdur ki, məsələn, hüquqi şəxsə zəng eləsin, desin ki, bax, sizin müddətiniz bitir. Yəni, belə bir öhdəlik də yoxdur. Ona görə çalışın, siz nəzarət edin. Başa düşdüm, təşəkkür edirəm. Onda artıq mənasız da bu. Cərimə ilə razılaşmırlar, təzədən müraciət etmək istəyirlər məhkəməyə ki, bəs bizə xəbərdarlıq gəldi də. Apellyasiya məhkəməsindənmi? Mən sizə açıq deyim, bunlar perspektivsizdir. Çünki, bilmirəm, əmək müqaviləsinə xitam vermişsinizmi həmin vaxt, yoxsa verməmişdiniz? Əmək müqaviləsinə iyun ayında miqrasiyadan zəng gələndən sonra xəbərləri olub, xitam veriblər. Onlar hamısı sistemdə görünür. Sistemdə görünən bir şeyi, belə deyim, bu nağdı xəta pozuntusudur. Mən özüm də məhkəmələrdə təmsil etmişəm. Heç bir məhkəmə indiyənə qədər sistemdə olan 100% ehtimalı olan, ehtimal deməyim, 100% dəqiq olan xətanı heç vaxt məhkəmə bağışlamır. Məhkəmə məsuliyyətə cəlb eləyir. Yəni perspektivsizdir. Başa düşdüm, təşəkkür edirəm. Buyurun. İlk öncə təşəkkür edirəm. Faydalı webinар oldu, çox sağ olun. Sualım olacaqdır ki, yəni cərimə tətbiq olunanda da hüquqi
tətbiq olunanda həmin əcnəbi vətəndaşa da cərimə tətbiq olunur? Əcnəbinin öz cəriməsi olur əlbəttə ki. Əcnəbi 300 manatdan 400 manata qədər cərimə olunur. Niyə? İş icazəsi olmadan işlədiyi üçün. Hüquqi şəxs də onu iş icazəsi olmadan, almadan işlətdiyi üçün. Biri işlədiyi, biri işlətdiyi üçün. Hərəsi öz-özlüyündə xətanın subyektləridir. Çox sağ olun. Buyurun. Azərbaycan Respublikasının vətəndaşı ilə evli olandan başqa hansı ehtimallar var? Yəni ehtimal deyəndə Bəli. 18 yaşına çatmamış himayəsində az yaşlı uşaq olduqda, yüksək səviyyəli mütəxəssis olduqda, sonra bir saat çox hallar var. Yəni bu hallar Miqrasiya Məcəlləsindən baxsanız, müvafiq maddəsində bir çox hallar var ki, onlara tələb olunur. Məsələn, bir neçəsini də nümunə gətirim, sizə daha aydın olsun. Məsələn, Alfa MMC-nin direktoru və yaxud da ki, direktor müavini. Bunlara ehtiyac yoxdur. Birbaşa yaşama icazəsi alır, fəaliyyət göstərə bilərlər. Və yaxud da ki, təsisçilər olsun, və yaxud da ki, xarici hüquqi şəxslərin nümayəndəliklərinin rəhbərləri olsun, diplomatik, belə deyim, yəni vəzifəli şəxslər. Bəli. Bir də himayəsində uşaq deyəndə, yəni övladlığa götürmə, yoxsa övladlığa götürülə də bilər, özün övlad ola bilər. Ancaq burada bir məqam var. Özünün himayəsində olan söhbət Azərbaycan vətəndaşından gedir. Yəni burada Ukraynalıdır, gəlib burada işləyir, söhbət 18 yaşına qədər himayəsində olan Ukrayna vətəndaşından getmir, Azərbaycan vətəndaşından gedir. Amma bir dənə şey var, onun övladı axı o haranın vətəndaşıdırsa, oranın vətəndaşı olmuş olacaq. Yox, məsələn, bəzi hallarda olur ki, tutaq ki, ata-ana Rusiya vətəndaşıdır və yaxud da ki, Türkiyə vətəndaşıdır, amma məsələn, belə deyim də sizə, Türkiyə vətəndaşıdır, amma uşaqları Azərbaycan vətəndaşıdır. Yəni, belə hallar da olur. Az hal olsa da. Bəli, belə hallar da olur. Və yaxud da ki, belə deyim, ana Azərbaycan vətəndaşıdır, ata Rusiya vətəndaşıdır. Ata ilə ana ayrılıbdır. Faktiki rəsmi nikahda deyildi Azərbaycan vətəndaşına. Amma övladı Azərbaycan vətəndaşıdır. Məsələn, 5 yaşı var. Ona iş icazəsi tələb olunmur. Anladım. Çox sağ olun. Aynurə xanımın belə bir sualı var. Deyir, bəs əcnəbilərin məzuniyyət hüququ necə tənzimlənir? Əcnəbilərin məzuniyyət hüququ artıq əgər xarici hüquqi şirkətsə, çox güman ki, o xarici ölkənin qanunlarına əsasən, bizim şirkətdirsə, əlbəttə ki, əmək məcəlləsinə əsasən tənzimlənir. Yəni, məzuniyyət hüququ məsələləri miqrasiya qanunvericiliyində öz əksini tapmayıb, hamısı əmək məcəlləsinə əsasən müəyyən edilir. Buyurun, Leyla xanım, siz sual verəcəydiniz. Başqa sual olan varmı? Baxın, nə çətinlikləriniz olubdursa praktika vaxtı, nə də belə deyim, suallarınız varsa çəkinmədən cavab verin. Bir də biz orada yazılmışdı ki, sənədləri özümüzdə saxlaya bilmərik. Amma yəni bu hansı sənədlərdən söhbət gedir? Məsələn, iş icazəsi, yaşama icazəsi, bunların kopyasını saxlamalıyıq da özümüzdə, düzdür? Onları saxlaya bilərik. Söhbət pasportdan gedir. Şəxsin sərhəd keçmə sənədi, çünki onun şəxsiyyətini təsdiq edən sənəddir o pasport. O pasportu özünüzdə saxlamalı deyilsiniz. O yolda gedə bilər. Tutaq ki, yolda getdi, hər hansısa bir şübhəli məqam oldu, əməkdaş onu saxlaya bilər və yaxud da ki, polis nəfəri onu saxlaya bilər. O şəxsiyyətini təsdiq edən sənədi göstərməlidir. Polisə ki, mən filan kəsəm. Həmin sənədlərin kopyasını da özümüzdə saxlaya bilmərik, yoxsa olar? Kopyasını saxlaya bilərsiniz, surətində problem yoxdur, amma məhz sərhəd keçmə sənədi, pasportu şəxsin özündə qalmalıdır. Anladım, tamam. Təşəkkürlər. Buyurun. Başqa digər sual olan varmı? Deməli, belə çıxır ki, Azərbaycanla ailə qursa, yaşama icazəsi bitəndə xitam verməliyik. Yox, əlbəttə ki, yəni elə bir qayda yoxdur ki, məhz yaşama icazəsi almalıdır şəxs. Yaşama icazəsi alsa çox gözəl, çünki hər 90 gündən bir o gərək sizdən icazə alsın, ölkə ərazisini tərk etsin, təzədən qayıtsın. Yaşama icazəsi onun üçündür ki, şəxs 6 ay, 1 il fasiləsiz Azərbaycanda qalsın. Vizalı rejimdirsə, ölkə ərazisini tərk edib, vizasız, yəni viza almadan tərk edib geriyə rahat qayıda bilsin. Yəni, burada
mahiyyət nədir yaşama icazəsinin? Bu artıq maraqlıdır ki, ölkə ərazisində yaşasın. Hər dəqiqə, məsələn, vizadırsa o 30 gündən, 60 gündən bir ölkə ərazisini tərk etməsini, 90 gündürsə vizasız rejimdirsə 90 gündən bir ölkə ərazisini tərk etməsi. Ona görə Azərbaycanla ailə qursa belə yaşama icazəsi bitəndə xitam verməyə ehtiyac yoxdur. Yəni o artıq həmin əcnəbinin özünün məsuliyyətidir ki, yaşama icazəsinə müraciət eləsin. Sabah bürsün gərək o bir 4-5 gün sizdən icazə alsın ki, mən ölkə ərazisini gedeyim, təzədən qayıdım. Yəni bundan narahat olmayın. Bəs işlədiyi müddətdə yoldaşından ayrılırsa, onda yenə gedib iş icazəsi almaq lazımdır da, hə? Bəli, mütləq şəkildə. Çünki praktikamızda rast gəlibdir ki, xanım Ukrayna vətəndaşıdır, belə deyim, yoldaşı Azərbaycan vətəndaşıdır. Onun əsasında yaşama icazəsi alıbdır və müəyyən tibb müəssisələrinin birində işləyir və müəyyən vaxtdan sonra araşdırma aparılıb, sistemdən görülüb ki, şəxs boşanıbdır, nikahına xitam verilibdir. Avtomatik o da artıq iş icazəsi olmadan işləyən miqranta çevrilibdir. Yəni artıq cərimə olunubdur. Eyni zamanda onu işə cəlb edən də məlumatı olmasa belə işə cəlb edən tibb müəssisəsi də məsuliyyətə cəlb olunmuşdur. Onda belə ki, biraz çətin məsələdir. Çünki onda belə çıxır ki, işçinin üzərinə məsuliyyət düşür, o özü məlumat verməlidir, nikahı pozulub ya yox. Çünki işə götürən və yaxud da HR izləyə bilməz də kim olub. Əlbəttə ki, sözsüz. Ya da miqrant olduğu müddətdə yola verməlidir. Necə yola vermək? Yəni o icazəsi ləğv olunmasın deyə. Yox, bir şey deyim. Yəni məcburəm. Məcburəm gələk. İkirincindən yola versin. Başqa mümkün deyil. Bəlkə o əcnəbinin özü də məlumatsız olubdur bu prosesdən. Məlumatlı olsaydı, mən düşünürəm ki, müraciət eləyərdi. Ancaq bir məsələ var ki, düşünürdü ki, hüquq mühafizə orqanı olaraq miqrasiya xidməti bundan xəbər tutmaz, məlumat tutmaz. Ancaq yəni düşünmür ki, hər şey nəzarət altındadır. Yəni bu əvvəlki dövrlər deyil ki, belə deyim, nəzarətsiz olsun. Onda elə ən yaxşısı işə götürəndə bu barədə məlumat verməkdir ki, əgər nikahınız pozulsa bizə məlumat verin. Bəli, bunu tələb eləməkdir. Bəli, əlbəttə ki, düzdür. Çox sağ olun. Məsələ burasındadır ki, mən sizə bir şeyi xatırladım. Burada tibb müəssisəsinin də bir təqsiri var idi. Necə? Şəxs deməli, şəxslə əcnəbi ilə ikinci dəfə əmək müqaviləsi imzalayanda tibb müəssisəsi onun yaşama icazəsi vəsiqəsinə baxmayıbdır. Yaşama icazəsinin vəsiqəsində həmişə göstərir hansı əsas. Nikah olsa, deməli, bu dəfə boşanandan sonra xanım öz nənəsi əsasında yaşama icazəsi alıbdır. Tibb müəssisəsi də ona baxmayıbdır. Nikah olsaydı problem yox idi. Nənə əsasında alıbdır deyə, yəni düşünübdür ki, yəqin buna da iş icazəsi tələb olunmur. Ona görə artıq işdən keçmiş sayılır. İş icazəsinin ödənişi nə qədər olur? Əgər bir il müddətinə iş icazəsi verilirsə, 1000 manat onun dövlət rüsumudur. Yox, əgər belə deyim, 6 aysa bu olur, belə deyim, 600 manat rüsum olur. Burada əlbəttə ki, təcili ödəniş də var. Təcili ödəniş olanda 1200 manat. Yəni bu dövlət rüsumu haqqında qanunla tənzimlənir. Siz dediniz ki, bunu işçinin özündən almaq bu rüsumu, yəni ola da bilər də, bu qanun pozuntusu deyil. Mən sizə deyim, burada heç bir qanun pozuntusu mövcud deyil. Eyni zamanda miqrasiya qanunvericiliyi tərəflərin üzərinə belə bir öhdəlik qoymur. Sadəcə tələb nədir? Dövlət rüsumu ödənilsin. Bunu artıq kim ödəyir, ödəsin? Bəli, istər hüquqi şəxs ödəsin, istər hüquqi şəxslə belə deyim, işə cəlb olunan tərəf razılaşsın, tərəfin özü ödəsin. Əsas odur ki, o ödənilsin. Əmmaslı əmək məzuniyyəti ilə bağlı əmrlərin işlənməsi məcburidirmi? Xitam əmrləri kimi. Nazirə xanım, ümumiyyətlə, miqrasiya qanunvericiliyində əmək məzuniyyətinə işlənməsi, xitam verilməsinə bağlı məsələlər öz əksini tapmayıbdır. Amma əmək məzuniyyəti əgər verilirsə, bu əmmasdır. Əmmasda əlbəttə ki, yəni mən o sahə belə deyim, əmək HR kimi işləmədiyim üçün ümumi mən də təlimlərdən sizin kimi məlumatlıyam.
Əmasda mütləq şəkildə əmək məzuniyyəti olsun, sosial məzuniyyət olsun, xitam əmri və yaxud da ki, işə qəbul olsun, hamısı öz əksini tapmalıdır, vahid şəkildə. Çünki buna əmas nə üçün yaradılıb? Həmin Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarət etməsi üçün. Ona görə sadəcə məzuniyyətə xitam verdi, bizə məlumat vermək kimi belə bir öhdəlik yoxdur. Bizə öhdəlik əmək müqaviləsinə xitam verildisə, onda 5 gün müddətində bizə məlumat verilməlidir. Sonra Lamiyə xanım deyir, işçi kimi dəvət ediləndə ailəli olarsa ailəsini gətirə bilərmi? Əlbəttə gətirə bilər və əgər həmin əcnəbi yaşama icazəsi, iş icazəsi alırsa, ailəsi də yoldaşının əsası ilə yaşama icazəsi ala bilər. Bu halda ailə üzvləri üçün də müraciət işə götürən tərəfinə edilməlidir. Bəli, işə götürən hamısını öz üzərində götürür öhdəlikləri. Əcnəbi vətəndaş fəhlə kimi dəvət edilərsə, diplom yaxud sertifikatları olmasa, hansı sənədlər təqdim edilməlidir icazə almaq üçün? Heç bir halda. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk növbədə deyəcək, Azərbaycan Respublikasında kifayət qədər fəhlə var. İkincisi, tələb olunan sənədlərin arasında sertifikat və ya diplomun göstərilməsi, təqdim olunması mütləqdir. Bu sənədlər olmadıqda imtina olunmuş əsaslardan biri kimi iş icazəsinin verilməsinə imtina olunacaq. Başqa nə kimi suallar? Çox sağ olun hanım. Buyurun. Buyurun Kəmalə xanım. Xeyr, yoxdur. Çox sağ olun. Təşəkkür üçün açmışdım mikrofonu. Təşəkkür edirəm, minnət. Buyurun. Çox sağ olun müəllim, təşəkkür edirəm. Buyurun. Bu belə deyim, bir dərslik bir master klassdır. Yəni master klassda ümumi əhatəli şəkildə bilirsiniz ki, tam təqdim etmək olmur. Çünki burada təkcə işlə bağlı yox, digər hallar da var. O halları tam geniş, ətraflı izah etmək, yəni belə mümkün deyil. Gələcəkdə əgər bu tipdə, yəni bir neçə dərslik təlimlər olarsa, onda biz də tələbi nəzərə alıb, həmin təlimlərdə ətraflı sizə ən vacib məqamlar nədirsə, onları izah eləyəcəyik. Tibbi yoxlamanın gəldiyi ölkədə keçməlidir, yoxsa Azərbaycanda? Əlbəttə ki, Azərbaycanda. Yəni, tibbi yoxlama Azərbaycanda gəlib keçməlidir, biz onu müəyyən etməliyik. Çünki o bizim bazaya salınır. Həm Dövlət Miqrasiya Xidmətinin, həm Səhiyyə Nazirliyinin bazasına salınır ki, bu əcnəbi yoluxucu xəstəliyi var, yoxsa yox. Çünki xarici ölkədən gəldi əcnəbi, xarici ölkədə arayış gətiribdir. Yəni, bizim bazamıza daxil olmayandan sonra bunun əhəmiyyəti yoxdur. Çünki çox üzr istəyirəm, Səhiyyə Nazirliyinin bazasında hepatit B-C virusu ilə qeydiyyatdan keçənlərin sayı məlumdur. Əgər belə deyim, əcnəbi ölkəyə gəlirsə, onun bu xəstəlikləri yayma ehtimalı nəzərə alınır. Ona görə həmin şəxslərin mütləq şəkildə Azərbaycanda qeydiyyatdan keçməlidir. Burada bir məqamı da sizə izah edeyim. Deməli, hər əcnəbiyə belə deyim, yaşama icazəsindən imtina verilirmi bu xəstəliklərlə bağlı? Yox. Əgər Azərbaycan Respublikasının vətəndaşı ilə evlidirsə və onda bu xəstəliklərdən biri aşkar olunursa, yəni həmin şəxsə yaşama icazəsi yenə verilir. İmtina olunmur, çünki şəxsin Azərbaycanla bağlılığı mövcuddur. Yox, əgər heç bir bağlılığı mövcud deyilsə, onda əlbəttə ki, yaşama və yaxud da ki, iş icazəsindən imtina verilir. Yaşama icazəsi üçün də tibb məntəqəsindən keçməlidir, hə? Yoxlamada. Bəli. Belə deyim, iş icazəsi üçün müraciət olunanda ona yaşama icazəsi də verildiyi üçün mütləq şəkildə, yəni bir dəfə olmaqla, yaşama icazəsi ilə bağlı, iş icazəsi ilə bağlı bir dəfə analiz verməlidir. Amma burada qəribə bir ziddiyyət yaranır. Yəni yaşama icazəsi üçün tibb məntəqəsindən keçir, onda nəsə xəstəlik aşkarlanır. Amma yoldaşı Azərbaycan vətəndaşıdır deyə işləyə bilər, xəstəliyi ola. Yəni Bəli. Çünki işləyə bilər, yox, ümumiyyətlə yaşaya da bilər. Çünki Azərbaycanla bağlılığı var artıq onu. Biz onu ölkədən kənara belə deyim, göndərə bilmərik. Yəni o ailəsinə də belə yeri gələndə baxmalıdır, ailəsinin yanında qalmalıdır. Yəni bu məqamlar var. Yəni ailə vahidliyi prinsipi ön plana çəkilir humanizm cəhətdən. Anladım. Çox sağ olun. Buyurun.
Çox şad oldum Aynuraq. Hər halda tələblər çox olarsa davam eləyərik. Bununla bağlı deməli Akademiyanın təlim mərkəzinin rəhbəri indi müəyyən eləyib təklifləri irəli sürər. Belə. Nadir bəy, buyurun, söz sizdədir, əgər suallar yoxdursa. Vüsal bəy, sizə təşəkkür edirəm gözəl təqdimat üçün. İştirakçılara da təşəkkür edirəm iştirakları üçün. Mənim hər hansı bir başqa sözüm yoxdur. Sizin də sözünüz yoxdursa, görüşü yekunlaşdıraq. Mənim heç bir sözüm yoxdur. Təşəkkür edirəm təlimi təşkil etdiyiniz üçün. Çox sağ olun Vüsal müəllim də, Nadir bəy də, Çinarə xanım da. Çox sağ olun hər şeyə görə. Çox sağ olun, təşəkkürlər. Buyurun, buyurun. Ayna xanım göndəriləcək slayd, narahat olmayın.